verilişimin bağlanması haqqında, aparıcılığımdan çıxma haqqında ərzəmi verəndə vicdanım daha rahat oldu. Çünki heç vaxt adı heç bir qalmaqalda hallanmayan, televiziya dövründən qabaq Şən Hazır Cavablar Klubunda ən önəmli rolları icra edən adam mənim əsəblərimə hakim olmamağım, hansısa bir qarşı tərəfin fikirlərinə emosional fikir bildirməyim böyük bir kanalın uğuruna ləkə ata bilməz. Mən bilirəm indi, bəziləri mənə görə pis olursunuz hal-hazırda baxaraq canlı-canlı. Bəziləriniz sevinirsiniz. Amma mən düşünürəm ki, mənim həyatımda itirəcəyim bir şey var. O da mənim evladımdır. Hər birinizi sevirəm. Düşünürəm ki, bu bir son deyil. Bu bir mənim özümə verdiyim bir cəzadır. Sosial şəbəkələrdə, hansı tanınmışlarda bir qəhrəman axtarmayın. Ən böyük hakim Allahdır. Mən əminəm ki, siz məni daha gözəl başa düşürsünüz və mən bir daha bildirmək istəyirəm ki, sevilən kanalımız Space'imizin kənardan da olsa bütün uğurlarına sevinəcəyim. Amma jurnalistika ilə illər bundan öncə adiyyatı olub, indi evdə oturub jurnalistika ilə məşğul olan bəzi insanların yalancı məlumatlarına qətiyyən inanmayın.